namaz mövzusu hər bir müminin kamil olmasının ən mühüm və ilkin xüsusiyyətlərindən biridir. Maraqlananlar Qur'an-ı Kərimin Müminun surəsinə müraciət etsələr, mətləbin nədən ibarət olduğunu dəqiq şəkildə biləcəklər. Namazın ictimai, psixoloji əhəmiyyəti haqqında danışacağıq. Namazın ilkin əhəmiyyəti hər bir insanın günahdan xilas olmağı, günahdan qorunmağıdır. Biz qış paltarını geyinirik ona görə ki, bizi qışın soyuğundan qorusun. Madam ki, o paltar bizi soyuqdan qorumursa, deməli o paltarın bir keyfiyyəti və bizə bir faydası yox. Namaz da eyni ilə belə. Deməli o namaz bizi günahlardan qorumursa, o namazın bizim üçün nə dünya, nə axirət faydası var, nə də o namazın namazlığı belə yoxdur. Namazın ictimai faydaları bildiyiniz kimi namaz elə bir əmrdir, elə bir dini ayindir ki, onun faydası təkcə insanın şəxsinə deyil. Namaz təkcə insanı cəhənnəm əzabından qorumaq üçün əmr edilməmişdir. Namaz başdan ayağa batini sirlərlə dolu olan xüsusi bir ibadətdir. Dedik namazın ictimai faydaları, o cümlədən onun psixoloji faydaları nədən ibarətdir? Biz hədis mənbələrinə baxdığımız zaman görürük ki, hədis-i şəriflərdə namazın birinci faydası insanın ruhi aramlığı üçün sanki əmr edilmişdir. Namazı həqiqi simasında qılan bir insanın psixoloji olaraq, ruhi olaraq qəlbi o qədər aramlıq tapır ki, sanki o şəxsin dünyada heç bir problemi, heç bir müşkili yoxdur. Bu məsələyə İmam Əli əleyhissalam xüsusi olaraq diqqət yetirərək mübarək kəlamlarının birində belə buyurur: Əs-salatu qurratu aynil mümin. Namaz müminin gözünün aydınlığıdır. Belə tərcümə eləmək olar. Bilirsiniz, ərəbin dilində bir kəlmənin bir neçə formada tərcüməsini vermək mümkündür. Çünki ərəb dilində olan hər bir kəlmə polisemantikdir. Yəni çox mənalıdır. Burada müjdə mənasında tərcümə etdim ona görə ki, bir insana xoş bir xəbər verildiyi zaman əhvalı necə olur? Əhvalı yüksəlir. Sanki qəm-kədər içərisində, bir müşkülün içərisində olan adama həmən müşkülün həll olduğu xəbəri qəflətən verilir və o müminin, o insanın qəlbi çox şadə, hürrəm olur. İmam Əli əleyhissalam mübarək kəlamında buyurur ki, namaz müminin qəlbinin müjdəçisidir, gözünün aydınlığıdır. Əgər biz namazımızı dürüst şəkildə, həqiqi siması ilə təhvil verə bilsək uca dərgaha, bizim o psixoloji olaraq depression vəziyyətə düşmək əhvalımız bizdən dərhal uzaqlaşmış olar. Digər bir hədis İmam Cəfər-i Sadiq əleyhissalamdandır. İmam əleyhissalam bütün qəm-qüssənin, bütün növ qorxunun namaz vasitəsi ilə rədd ediləcəyi haqqında mübarək kəlamlarının birində İmam əleyhissalam buyurur ki, mərifətdən sonra, mərifət yəni Allahı tanımaq, tövhidə, əqidəyə etiqad etmək, ən üstün əməl məhz namazdır. Namaz insanı öz Rəbbinə yaxınlaşdıran ən güclü vasitədir. Heç bir insan namaz vasitəsi ilə başqasına əziyyət toxundurmaz. Bəzən görürsən ki, bir insan namaza gələr-gəlməz çevrəsində olan namaz qılmayanları həddindən artıq şəkildə təhqir və tənqid etməklə məşğuldur. Dünənə kimi onunla birlikdə haram süfrədə idi, dünənə kimi onunla birlikdə bütün növ günahları eləyirdi, bugün tövbə eləyib və tövbə edər etməz də öz tövbəsini, öz etdiyi işləri başlayır həmən o keçmiş çevrəsində olan dost-tanışın, nə bilim qohum-əqrabanın başına qalxmağa ki, sən doğru yolda deyilsən filan və s.
Deməli, insan bir ibadəti etdiyi zaman gərək onu elə bir şəkildə etsin ki, başqalarına örnək ola bilsin. Nəinki öz ibadətini başqalarının başına qaxınc formada təqdim etmiş ola. Həmçinin namaz ruhun yüksəlişidir. Namaz ruhun dirçəlişidir.